Deməli, təsviri fəaliyyətin bir digər növü olan yapmadır ki, applikasiyadan fərqli olaraq yapma artıq birinci kiçik qrupdan başlayır. Burada da həmişəki kimi tərbiyəçi müəllimin nəzarəti vacibdir. Klass dilindən, gildən, müxtəlif materiallardan istifadə edərək yapma hazırlanır və uşaqların bu vasitə ilə kiçik motorikası formalaşır. Bəs yapma vasitəsilə hansı formalar əldə edilir? Təbii ki, dairə, top, alma, göbələk, halqa bu şəkildə. Yəni burada yapma zamanı vacib məqamlardan biri əyanilik və izahdır. Yəni tərbiyəçinin göstərişi hər zaman birinci kiçik qrupda vacibdir. Məsələn, gil parçasını bir parçasını ovucuma qoyuram. Digər əlimlə ovucumun üstünə qoyuram və onu yumrulayıram. Kalpasa forması alınır, dairə forması alınır. Bu şəkildə uşaqlara yapmadan istifadə olunan üsulları göstəririk. Və bu kimi izahlar məşğələ zamanı olmalıdır ki, gələcəkdə uşaqlar yapmaq işinə müəyyən ardıcıllıq onlarda vərdişlər formalaşsın və daha sonra sərbəst şəkildə fəaliyyətin öhdəsindən gələ bilsinlər. Üzr istəyin. Belə məşğələnin bütün qrupa keçirilmə müddəti adətən çox qısa vaxt olur. 10-12 dəqiqə ərzində olmalıdır. Çünki körpə olduqları üçün tez yorula bilirlər və 10-12 dəqiqə çox ideal bir vaxtdır yapma üçün. Burada tərbiyəçi müəllim masa arxasında oturur, qarşısında gil və lövhə olur. Uşaqlar yarımdairə şəklinə düzülmüş stollara əyləşirlər və tərbiyəçi müəllim 2-3 belə deyək, ədəddən çox olmayaraq əşya yapır ki, uşaqlar prosesi izləməkdən bezməsinlər və həmişəki kimi məşğələdə şeirlərdən, musiqilərdən istifadə olunur. Vacib şərtlərdən, məqamlardan biri də odur ki, məşğələ oyun formatında keçirilməlidir. Məsələn, deyirik ki, müəllim topu düzəltmədən öncə uşaqlara topun dairəvi olması, onunla birgə yapma zamanı etməli olduğu hərəkətləri, yəni izah edir, anlamaları üçün tövsiyələr verir və kiçik toplarla oynamağı, ovucuların içində fırlatmağı təklif edə bilər. Bu tip oyun nəinki məşğələdən öncə, həm də məşğələ zamanı yapmada çətinlik çəkən uşaqlarla oynayaraq öyrənilir. Və yapmaya maraq ondan irəli gəlir ki, yapılmış əşyalarla uşaqlar özləri oynaya bilirlər. Özləri hazırladıkları üçün daha da maraqlı olur. Məsələn, topu yuvarlamaq üçün birinci kiçik qrupda bilir ki, yapmanın heç bir süjet xətti yoxdur. Yəni orada məqsəd yoxdur, sadəcə əylənmək və öyrənmək üçün olan bir xüsusiyyətdir. Yəni ilk öncə əlləri alışmalıdır. Birinci kiçik qrupda öyrənməlidir. Ona görə onun heç bir süjet xətti yoxdur. Əsas məsələ uşaqların əylənərək öyrənməsidir. Bu birinci kiçik qrupa aid olan məsələlər idi. İkinci kiçik qrupda yapmada nələr var? Bu qrupda uşaqlar müxtəlif bilik, bacarığa bir qədər sahibdirlər. Çünki birinci kiçik qrupdan artıq onlar tanış oldular və materialları, detalları bilirlər və silindr, dairəni, diski yapmağın sadə üsullarını artıq öyrəniblər. Və əlavə edə bilərik ki, buna baxmayaraq hərəkətləri formanın alınması arasında yenə də əlaqə yoxdur. Yapma zamanı gigiyenik qaydalar tam bərkiməyib. Gigiyenik qaydaların tam bərkiməməsi nə deməkdir burada? Təbii ki, uşaqlar yapmadan istifadə edəndə dırnaqların içi bata bilər, əlləri bata bilər. Yəni burada onu ifadə etmək istəyir ki, gigiyenik qaydalar tam olaraq bərkiməyibdir. Buna görə də ikinci kiçik qrupda yapma zamanı əldə edilmiş bilik, bacarıqlar yavaş-yavaş möhkəmləndirilir. Yapma fəaliyyətinin yaxşı, səmərəli, uğurlu olması üçün müəllimin bir neçə metod seçməsi lazımdır ki, burada tərbiyəçi müəllim uşaqlarla birgə topları, meyvələri, qələmləri, digər tanış əşyaları incələyirlər. Yəni baxırlar formasına, həcminə, duruşuna, yəni belə deyək də, birinci müşahidəyə əsaslanırlar. Daha sonra isə həmin əşyaları əlində tutmağın formasını hiss edirlər, həcmini hiss etmələri burada vacibdir. Yəni top yuvarlaqdırmı, silindirdirmi, bu şəkildə artıq anlamağa başlayırlar və bu şəkildə bir neçə hissədən ibarət olan əşyalar da incəlir. Baxın, burada gördüyünüz kimi belə əlləri ilə ovuşdururlar, düz forma alırlar, dairəvi forma alırlar. Əvvəlcə müəllimin fikri formaya yönəldilir, daha sonra başı, bədəni, qolları, ayaqları, məsələn, hər hansı bir heyvan forması ola bilər. İnsanın qolu, ayağı, yəni bu şəkildə ola bilər. Əsas məsələ bunda fikrin formaya yönəldilməsidir. Əsas məqamlardan biridir.
İkinci kiçik qrupda öyrənmədə uşaqların müstəqilliyinin inkişafı dəstəklənməlidir. Burada priomlar tanış edilməlidir və müəllim onu nümayiş etdirilməlidir. Fəaliyyətin nəticəsi o zaman yaxşı olur ki, tərbiyəçi müəllim uşaqlara yapma işinə maraq oyadır. Yəni necə maraq oyadır? Müxtəlif rəngli fiqurlardan, yapmalardan istifadə edərək və yaxud da ki, gəlinci üçün peçeniya hazırlayacağıq, şirniyyat hazırlayacağıq, cücələr üçün müxtəlif belə deyək, qablar hazırlayacağıq. Belə-belə söhbətlər apararaq uşaqlarda həvəs yaratmalıdır. Və yapma işindən sonra uşaqlar nə etdiklərini xatırlayır və valideynlərinə bu barədə danışırlar. Və təbii ki, bu bir qədər çətin görsənir, amma uşaqlara müəllimin dəstəyi olduqca bunları rahat şəkildə edə bilirlər. Və bir digər əsas məqamlardan biri odur ki, uşaqların əl işi, yəni gördükləri işlərin təhlil edilməsi çox məsuliyyətli işdir. Yəni hər incə detalına kimi düzgün şəkildə müəllim rəy verməyə bacarmalıdır. Birinci kiçik qrupda olduğu kimi, ikinci kiçik qrupda da müəllim yapmanın ayrı hissələrinin keyfiyyətini yox, ümumi nəticəni təhlil edir. Məsələn, uşaqlar bir əşya yapırlar, onun hissələrini bərk basaraq birləşdirməlidirlər. Kimdəsə bu alınmırsa, əşya dağıla bilir. Bu zaman müəllim uşaqlara suallarla müraciət edir və uşaqlarla birlikdə əşyanın dağılma səbəbini araşdırırlar, öyrənirlər və məlum olur ki, hissələri bərk birləşdirmək üçün birləşmə hissələrini bərk basmalıdırlar. Həmin uşaq ilk öncə öz səhvini düzəltməyə çalışır və alınmadığı təqdirdə müəllimdən kömək istəyir. Yəni bu yapma işində bilirik ki, çox incə detallar olur ki, burada tərbiyəçi yenə də uşaqlara dəstək kömək göstərir. Bu ikinci kiçik qrupa aid olanlardır. İndi orta qrup yapmaya aid olan məsələlər var. Bu 3-4 yaşı təbii ki göstərir. Burada proqramın uğurlu keçməsi və öyrənilən materialların möhkəmləndirilməsi üçün müəllim uşaqlara yapma zamanı diqqətini ətraf aləmdəki təsəvvürlərini artıran müxtəlif priomlardan istifadə edir. Məsələn, təbiət vasitəsilə bunu edə bilər. Ağacların üzərindəki quşlar, ağacın yarpaqları, yəni sırf burada qrupda gəzinti zamanı ətraf aləmdə olan əşyaları, baş verən hadisələri müşahidə etməyə dəvət edir ki, məsələn, quşun neçə dən yeməsi və ya göbələyin neçə hissədən ibarət olması, pişiyin süd içməsi. Biz bilir ki, pişik süd içəndə başını yüngül şəkildə aşağı əyir. Artıq bunu uşaqlar müşahidə edərək yapmada bu fəaliyyətdən istifadə etməlidirlər. Müəllim uşaqların fikrini yalnız formaya deyil, həm də hərəkətlərə yönəltməlidir. Məsələn, müəllim qeyd edir ki, heyvanın aldığı poza onun nə etməsi ilə bağlıdır. Məsələn, quş dən yeyərkən nə edir? Başını aşağı əyir. Su içərkən isə əvvəl başını aşağı əyir, sonra isə dimdiyinə suyu yığdıqdan sonra suyu udmaq üçün geriyə atır boynunu, ya biraz qaldırır boynunu və bu şəkildə uşaqlara heyvanların hansı formada, pozada olduğunu öyrədirik və bir də qeyd edirik ki, kirpi qorxursa yumrulanır. Bu da orta qrup yapmada özünü göstərir. Və uşaqların düzəltdiyi əşyaların quruluşunu yadda saxlamaları üçün müəllim hissələri göstərər, izah edir. Baxın, buradakı şəkildə biz bunu daha aydın görə bilərik. Bu birinci, bu ikinci hissə, üçüncü hissədə daha da yaxşılaşır. Dördüncü hissədə artıq quşun gövdəsi, sonra belə deyək, qanadları, belə-belə ardıcıl şəkildə uşaqlara bunu öyrədir. Və yapmanın ilkin mərhələsində vizuallıq əsasdır və əşyaların və cisimlərin müqayisəsi əsas götürülür. Gəlincik yapanda onun qolları çubuğa, bədəni isə kökə bənzədiyi qeyd edilir və demək olar ki, qollarını çubuq, bədənini isə kök kimi yapmalıyıq. 4 yaşlı uşaqların bacardıqları o qədər də yəni çox deyil, bacardıqları o qədər də çox deyil. Çünki ilk başda ovalı formalı hissələrini yaparaq birləşdirmələri alınmır. Buna görə də tərbiyəçi yapma üsulunu izah edərkən mütləq göstərməlidir. Uşaqlara yeni və ya yaxşı mənimsənilməmiş yapmanın üsulunu nümayiş etdirir. Bu şəkildə, yəni yapmaya maraq artırmaq üçün müəllim kardondan yaparaq hazırlayır. Burada kardon qoyur, baxın, quşları qoyur. Biri dimdiyini aşağı salır, biri dimdiyi eyni formada olur, biri dimdiyini yuxarı qaldırır və kardon üzərində bunu qoyaraq uşaqlara müşahidə etdirir. Və daha parlaq obrazlar yaratmaq üçün canlı obyektlərin müşahidəsindən başqa müəllim tərəfindən hazırlanmış fiqurlardan onları izlətmək olar. Eyni obyekt müxtəlif
Rakusda görülür ki, məsələn, dən yeyən quşlar bayaqki kimi qeyd etdiyim kimi, biri dimdiyi aşağı, biri dimdiyi yuxarı bu şəkildə uşaqlara müşahidə elətdiririk və bütün quşları bir stenddə yerləşdirərək onu quş bəsləyicisi adlandırırıq ki, quş bəsləyicisi tərbiyəçi müəllim əvvəlcə kardondan istifadə edərək hazırlaya bilir ki, fəaliyyətə başlamadan əvvəl yapma prosesi zamanı müəllim qrupa suallar ünvanlayır və uşaqları aktivliyə sövq edir. Yəni aktiv şəkildə öyrənməyə sövq edir. Və bundan əlavə azad mövzuda yapma işləri orta qrupda xüsusi yer tutur ki, məşğələnin əvvəlində müəllim uşaqlara mövzu seçimində kömək edir. Məsələn, nə düzəltmək istəyirsiniz? Bugün hansı canlını düzəldək və ya hansı əşyanı düzəldək? Bu kimi suallar verir və mövzu seçildikdən sonra müəllim uşaqlara sual verərək istiqamətləndirir. Məsələn, sən dovşanın hansı formada edərdin? Sənin dovşanın nə edir? Sənin ayının qulaqları hardadır? Bu kimi suallar verərək yönəldir, işə yönəldir və uşaqların forma ölçü nisbəti yapma üsulu haqqında təsəvvürləri artırılaraq pedaqoq işin nəticəsini təhlil edir, yəni tərbiyəçi nəticəni təhlil edir, qısa söhbətlər aparır və uşaqlar nəticə haqqında düşünürlər. Onların cavabları ümumiləşdirilir və təkrarlanır. Bir növ böyük qrupda burada əsasən stenddə quşların yerləşdirilməsidir, formaya, həcmə yönəlikdir. Bu da orta qrup yapmaya aid edilir. Bəs böyük qrup yapmada necə olur? Bu dövrdə uşaqların bir qədər bilək sümüyü artıq bərkiməyə başlayır, əl əzəlləri artıq formalaşır və daha çətin işlərin öhdəsindən gəlməyi bacarırlar. Vizual obrazların formalaşmasına görə böyük qrupun uşaqları orta qrupların uşaqlarına nisbətən obyektləri dinamikada yapırlar, yəni düzgün şəkildə edə bilirlər. Lakin bu hərəkət əvvəlcədən düşünülmür, mexaniki verilir. Məsələn, uşaq it düzəldir. Təsadüfən itin ayaqları burada aralı şəkildə olursa, bu, bir növ sanki hərəkət edən, qaçan iti xatırladır. Tərbiyəçi müəllim itin nə etdiyini soruşanda, uşaq itin yiyəsinin arxasınca qaçdığını qeyd edir. Yəni təsadüfən düzəldirsə, burada mexanikanı və it məsələn hərəkətli formada görsənirsə, yəni öz fantaziyalarından, öz aləmlərindən itin yiyəsinin arxasınca qaçdığı qeyd olunur. Və ilk mərhələdə naturadan istifadə edilir ki, bu uşaqlar üçün bir qədər çətindir. Çünki öz əsərlərini daim müqayisə etməli olurlar. Naturadan yapma əşya ilə tanışlıq tələb edir. Bunun üçün uşaqlar kiçik qruplara bölünürlər. Hər bir uşaq, yəni ayrı-ayrı qruplara bölünürlər və hər bir uşaq əşyanı əlinə götürür, onun forması, ölçüsünü təyin edir və bu barədə tərbiyəçi müəllimə sual verərək diqqətini əşyanın xüsusiyyətinə yönəldirlər. Əgər uşaq necə yapmalı olduqlarını bilirlərsə, işə başlayırlar. Yox, çətinlik çəkirlərsə, tərbiyəçi müəllim yapma üsulunun bir hissəsini göstərir. Yenə də burada nə edir? Göstəriş əsas götürülür. Və bir qədər, məsələn, uşaqlar tam öyrənildikdən sonra təbii ki, bu bir dəfə göstərilir və daha sonra dəfələrlə bu təkrarlanılmır. Çünki artıq böyük qrup uşaqları sərbəst şəkildə özləri hər hansı bir işin öhdəsindən gələ bilirlər. Bir də sujet üzrə yapma olur ki, burada da priyomlar tələb olunur ki, təklif olunan sujet tanış əşyanı əhatə edir. Buna görə yapma üsulu, ardıcıllıq və izah burada tələb olunmur. Hazırlıq mərhələsində isə əşyaya baxış, bədii ədəbiyyatın oxunması, illüstrasiya, yəni şəkillərə baxmaq, videolara baxmaq, bu şəkildə uşaqların diqqətini əşyanın formasına yönəldirik. Digər bir tərəfdən burada kompozisiya həlli müzakirə olunur. Məsələn, uşaq pişiyi balaları ilə yapmaq istəyirsə, qərar verməlidir ki, stend necə olmalıdır, pişik hansı pozada olmalıdır və nə formada olmalıdır. Məşğələ zamanı da tərbiyəçi müəllim hər uşağa nəzarət edir, lazım gəldikdə suallar verir. Məsələn, deyir ki, pişiyin ayaqları neçədən olmalıdır, hansı formada olmalıdır, necə istiqamətdə olmalıdır, bu kimi suallardan istifadə edir. Və yapmanın nəticəsi müəllimin yaratdığı situasiyaya təsir edir. Məsələn, məşğələdən öncə yapılmış qab-qacaqdan oyun üçün istifadə edə biləcəkləri qeyd oluna bilər və məşğələ sonunda yapmanın nəticəsi, uşaqların gördüyü işlər müzakirə olunur və
və tərbiyəçi müəllim uşaqlara öz əsərini təqdim etməyi və onu təsvir etməyi təklif edir. Məsələn, hər hansı bir yapma düzəltmisənsə, onun hansı işə yarayacağı, nə olacağı haqqında uşaq öz təsvirini, yəni öz təəssüratını deyir. Bu da böyük qrupda yapmaya aiddir. Bəs məktəbə hazırlıq qrupu yapmada nələr var? Burada o qədər də böyük bir şey yoxdur. Çünki bu qrupun yapması digər bütün qrupun yapmasından daha gözəl olur. Burada daha maraqlı olur, daha ədəbi olur. Çünki vizual obrazları onların çoxdur. Azad mövzuda olan yapma işi üçün uşaqlar özləri mövzu seçməyi öyrənirlər. Bəzən müəllim özü istiqamətləndirir, hansısa nağıldan bir qəhrəman yapmağı təklif edə bilər və burada çox vizual obrazlara ehtiyac var. Məsələn, Tom və Jerrydə Tomu uşaqlara göstərə bilər ki, bu formada biz yapmada pişik hazırlayacağıq və hər hansı bir çizgi filmdən xarakter, obraz götürərək uşaqlara göstərir. Məsələn, biz bu gün xoruz yapa bilərik, mahnı oxuyarkən başını necə edir? Belə bu formatda suallar verərək uşaqları tanış edirik. Bəs necə hərəkət vermək olar bu dövrdə? Uşaqların diqqətini insanların hərəkət zamanı bədən üzvlərinə yönəltmək lazımdır. Məsələn, uşaq xizək sürür burada. Onun bədəni başı biraz önə əyilibdir və bir ayağı dizdən qatlanıb və qabağa qoyulub, digər ayağı isə arxaya və düzdür. Bir qolu dirsəkdə qatlanıb önünədir, digəri isə arxadadır. Yəni məktəbə hazırlıq qrupunda müəllim yalnız tanış olmayan texniki priomları göstərir, qalan məsələlər uşaqları öz öhdəsinə buraxır. Çünki məktəbə hazırlıq qrupu artıq işi mükəmməl şəkildə özü etməyi bacarır. Müəllim müşahidə edir və əgər ehtiyac varsa suallar verir. Məsələn, müəllim görür ki, filin xortumu qısadır. Uşağa filin o xortumla taxta parçalarını necə götürəcəyi barədə düşünməyi təklif edir. Uşaqlara sujet üzrə yapmanı öyrədərkən müəllim bədii ədəbiyyatdan istifadə edir və elə əsərlər seçməlidir ki, orada qəhrəmanlar fərqli situasiyada olsun. Dinləmə zamanı uşaqlarda hərəkətli obrazların yaranması vacibdir. Sonra isə uşaqlar hər hansı personaj və epizodu seçib yapırlar. Yəni burada məktəbə hazırlıqda elə böyük bir şey yoxdur. Sadəcə uşaqların artıq insanların formasına, hərəkətinə yönəldiyi bir dövrdür. Bu da bizim məktəbə hazırlığa aid olan, yəni 5-6 yaşa aid olan yapmamızdır. Bu belə. Daha sonra gəldik biz, deməli, qurraşdırmaya. Əslində qurraşdırma haqqında biz oyunlar mövzusuna keçəndə bir qədər məlumatlıyıq. Çünki qurraşdırmada nəydən istifadə olunur? Konstruksiyalardan, bloklardan, taxta parçalardan istifadə olunur və birinci kiçik qrupda ən uyğun material necə hesab olunur qurraşdırmada? Bloklardır. Çünki hazırdır. Baxın, bu formada ola bilər, başqa formatda da ola bilər. Yəni sırf burada taxta plastikdən hazırlanan və uşağın diqqətini cəlb etməyə yönəlik materiallar olmalıdır. Onlardan çoxu oyuncaq, onlardan çoxlu məsələn biz oyuncaqlar hazırlaya bilərik. Qarajlar, evlər, binalar hazırlamaq mümkündür və bu dövrdə uşaqların diqqətini böyüklərin hərəkətinə yönəltmək lazımdır. Yəni onlar necə diqqətli qoyurlar. Məsələn, birini tərs qoyarsa, birini məsələn biraz düz qoymazsa nə ola bilər? Dağıla bilər və müəllim hər addımını sözlə izah edərək nümayiş etdirir və uşaqlar isə bunu təkrarlayırlar. Bu yaşda iki blok formasından istifadə edilir, klub və kərpic və yaxud da digər adı ilə desək, paralel pipet də deyilir buna. Yəni müəllim tədricən tapşırıqları yavaş-yavaş çətinləşdirir və quraşdırmada iştirak edən detalların sayını get-gedə yəni artırır, prizmanı əlavə edir. Məsələn, tutaq ki, material dedik də biz burada birinci dedik ki, blokdur, ikincisi isə paralel pipet, yəni kərpicdən istifadə olunur və ilkin olaraq da burada müəllim oyuncaqların uşaqlara yorulduğunu qeyd edərək onlara oturacaq düzəltməyi təklif edə bilər ki, iki kubun üzərində kərpic qoymaqla oturacaq alınır. Burada da tədricən stol, stul, maşın, pilləkən, yataq düzəltmək məşğələnin mövzusuna daxil edir. Və uşaqlar blokları ölçülərini formasına görə ayırd edə bilirlər. Bir-birinin üzərinə qoymaqla müxtəlif qurmalar edən uşaqlar tərbiyəçinin nümayiş etdirdiyi işləri adlandıra bilirlər. Bu yaş qrupunda qurlaşdırma işlərinə uzun vaxt sərf etmək səmərəli olmur. Tədricən, yəni 3-6 dəqiqə müddətində olmalıdır. Çox uzun müddətdə olduqda uşaqlar yorula bilirlər. Əsas amma ikinci kiçik qrupdan artıq bir qədər mürəkkəbləşir.
Bu dövrdə çünki əqli və fiziki cəhətdən daha da inkişaf etdiklərinə görə dinləmə və dərk etmə bacarıqları artır ki, burada nəinki böyüklərə, eyni zamanda bir-biri ilə də sərbəst ünsiyyət yaratma imkanında olurlar. Əvvəlki bilik bacarıqlar əsasında tikinti materialları ilə oyunlar təşkil etmək uşaqlara daha çox yəni fikirlərini cəlb edirlər burada və oyun zamanı işin texniki cəhətlərinə diqqət, maraq artır. Yeni-yeni üsullar, yanaşmalar, ifadələr qavranılması dövrü, yəni mərhələsi başlayır. Məsələn, onlar 4-5 kərpici və ya kubiki üst-üstə qoyaraq stolun üstünə müxtəlif formada düzürlər. Və burada artıq təbii ki, kiçik motorika da işə düşür. Əşyanın həcmi böyük, kiçik olmasını da anlayırlar və uşaqların anlayışla bağlı qazanılan ümumi bacarıqları təxminən 8-10 oyundan istifadə olunaraq həyata keçir. İkinci kiçik qrupdan başlayaraq quraşdırma işində konstruktorlardan istifadə edirlər. Baxın, bunlardan bir-birinə keçirilir bunlar. Müxtəlif materiallardır. Təbii ki, xüsusi, məsələn, hündür binalar düzəldilir bundan və ya uşaqlar öz xüsusi təfəkkürlərinə, təxəyyüllərinə uyğun əşyalar hazırlayırlar və tərbiyəçi avtomobillər üçün qaraj hazırlamağı təklif edə bilər və ya qatar yolu düzəltməyi təklif edə bilər və ilk öncə suallar ünvanlayaraq qarajın əhəmiyyəti, funksiyaları müzakirə olunur və bağçanın yerləşdiyi ərazinin yaxınlığında qaraj varsa nümayiş olunur, yoxdursa illüstrasiyalar üzərində, yəni şəkillər üzərində müşahidə aparılır, sonra isə uşaqları istiqamətləndirməklə qaraj quraşdırılır. Orta qrupda quraşdırma necə olur? Burada bu yaş dövründə tikinti materialları ilə quraşdırma işləri bir qədər artıq mürəkkəbləşir. Onlar detalların adlarını fərqləndirməyi və rəngləri quraşdırmanı, düzməyi, həm də tərbiyəçinin göstərişi olmadan maşın yolu, tramvay xətti, güllə, darvaza, mebel, evcik bu kimi quraşdırma üzrə bilik və bacarıqlara yiyələnirlər. Burada təkcə tərbiyəçi kifayətlənmir ki, məsələn, tək mən uşaqlara burada əşyanın hissələrini deyim. Bununla bağlı məşğələlər keçir və yol tikintisi ilə bağlı məşğələ üzrə oyun həyata keçirilmədən əvvəl tərbiyəçi gəzinti təşkil etməlidir. Nəqliyyat və evlərarası yolların xüsusiyyətləri barədə onları məlumatlandırmalıdır. Yolların işıqfor haqqında, yollar haqqında, tramvay haqqında, tikinti ilə bağlı, yəni bir qədər məlumat verməlidir. Çünki məlumat vermədən öyrədilən bir şey uşaq üçün mənasız və maraqsız olur. Kör-körənə öyrənməməlidir. Yəni hər bir detalı haqqında məlumatlı olmalıdır. Tərbiyəçi uşağa əvvəlki illərdə qazandıqları bilik bacarıqları əsasında tikintilərdə istifadə olunan detalları seçməyi tapşırır. Yəni detalları seçmək orta qrup quraşdırma sözünə aiddir. Burada uşaqlar əməli fəaliyyətdə müstəqil olaraq işi axıra çatdırılmasına diqqət göstərir. Yəni bir işi başlayırlarsa axıra qədər çatdırırlar. Quraşdırılan oyuncaqlarla məlumatın nə dərəcədə uyğun gəldiyi təhlil edir və onlar işi təkcə keyfiyyətə görə yox, fəaliyyətin xarakterinə görə təhlil edirlər. Bir də bu qrupun, orta qrupun ən böyük açar sözü kağızdan quraşdırma aparılmasıdır. Və bu kağızdan quraşdırma digər adı ilə origami də deyirlər buna. Və origami Yapon dilindən götürülmüş bir deyimdir. Və mənası isə qatlanmış kağız deməkdir. Bircə dəqiqə üzr istəyirəm. Hı. Deməli, orta qrupda kağızda quraşdırma edilir ki, bu dövrdə, yəni origami adlanır. Origami Yapon dilindən götürülmüş, qatlanmış kağız mənasını ifadə edir. Və oriqaminin tarixi kağızın yarandığı dövrdə, yəni qədim Çinə gedib dayanır ki, biz bilirik ki, ilk dəfə kağız Çində yaranıbdır. Və Çində oriqamini ağ kağız incəsənəti adlandırırlar. Oriqaminin əsas qanunu artıq heç nədən əlavə etməməkdir. Yəni nə qayçıdan, nə hər hansı bir vəsaitdən istifadə etməməkdir. Burada sadəcə əl və kağız işə düşür və 19-cu əsrin əvvəlində Alman pedaqoq, məktəbə qədər tərbiyə üzrə mütəxəssis Friedrich Frebel uşaq bağçasında uşaqların zehni yaradıcılığını, intellektini inkişaf etdirmək üçün oriqami məşqlərinin keçirilməsini təklif edir. Müəllim origami texnikasında uşaqlara həndəsi qaydaları öyrətmək məqsədilə, yəni burada istifadə olunur və oriqaminin uşaq bağçasında istifadə ideyası
yaxşı qarşılandı. Yəni uzun müddət bu davam etdi və uşaqları zövqlə kağız şedevrləri yaratmağa başladılar. Origami öyrədici oyun kimi istifadə olunmağa başladı. Burada baxın formalar hazırlayıblar. Müxtəlif qələmlə də göz qaş çəkiblər və burada təbii ki, klassik orqami kvadrat kağızdan qatlama üsulu ilə hazırlanır. Burada balıq formasındadır gördüyümüz kimi, yəni qatlamadan istifadə edərək hazırlanır. Daha sonra təbiət materiallarından quraşdırma da orta qrupdan başlayır. Baxın qozalardır. Burada forma veriblər, yapışdırma işləri gedibdir və orta qrupdan başlayaraq bu həyata keçir. Samandan, oduncaqdan, müxtəlif materiallardan istifadə edərək hazırlanır. Yəni orta qrupda quraşdırma təbiət materiallarından olur. Böyük qrupda quraşdırma necə olur? Bəs real obyektlərə və sxemlərə baxış təhlil zamanı formalaşır. Həcmli əşyanı yavaş-yavaş biz sxemlərlə əvəzləyirik və uşaqların quraşdıracağı əşya öz fantaziyalarına buraxılır. Yəni necə istəyirsə o formada edə bilirlər. Onların dizayn bacarıqları nümayiş, yəni tələb olunur buradakı. Burada materialları seçməli və quraşdırmanın hər elementi düşünülmüş olmalıdır, məqsəd olmalıdır. Burada xüsusi yer və müəyyən şərtlərə uyğun quraşdırma fəaliyyəti verilir. Məsələn, 3 maşın yerləşən qaraj, 2 mərtəbəli eyvanlı ev quraşdırmaq lazımdır və hərəkətli hissələri olan konstruksiyalara üstünlük verir. Məsələn, təkərlər açılan qapı, pəncərə bu şəkildə. Bu da böyük qrupa aid olanlar idi. Bəs məktəbə hazırlıq qrupuna aid olanlar necədir? Təbii ki, burada yenə də çox böyük bir şey yoxdur. Çünki məktəbə hazırlıqda artıq əl hərəkətləri, fiziki cəhətdən hərəkətləri daha yaxşıdır və işi dəqiq şəkildə edirlər, yanaşmağı yaxşı bacarırlar və bu baxımdan onların apardıqları quraşdırma işləri öz məzmununa, məqsəd və vəzifələrinə görə əvvəlki qruplardan keyfiyyət baxımından üstünlük təşkil edir. Çünki həmin yaş dövründə uşaqlar şərtlər əsasında quraşdırmanı şəkillə, illüstrasiya, çertyojla icra edirlər. Yalnız yeni məzmun daşıyan quraşdırma zamanı tərbiyəçi izah verir. Yəni əvvəlki bilikləri varsa izah vermir, yeniliklər olarsa tərbiyəçi burada izah verir. Quraşdırma zamanı uşaqlara sərbəstlik verilir. Məsələn, əgər körpü quraşdırmaları tapşırılırsa, ilk öncə tərbiyəçi müəllim müxtəlif körpü növləri haqqında uşaqları məlumatlandırmalıdır, şəkillər göstərməlidir, necə, nə cür quraşdırma istəyəcəkləri öz istəklərinə bağlıdır və burada işi bitirdikdən sonra hər kəs öz əsərini nümayiş etdirir. Bu da bizim təsviri fəaliyyətə aid olan son hissəmiz idi. Məktəbə hazırlıq qrupunda quraşdırma. Ümumilikdə bu gün biz quraşdırma haqqında öyrəndik. Yəni biz bilməliyik ki, orta qrupda təbiət materiallarına tanışlıq, oriqami əsasdır. Daha sonra burada konstruksiyalardır. Uşaqların bloklardan istifadə etməsidir birinci kiçik qrupda. Daha sonra yapma var. Yapmanın da hissələrinə görə kiçik yaş, orta qrup, böyük qrup məktəbə hazırlığa görə öyrənməliyik. Bu belə mövzumuz bu qədər. Bir dəqiqə.